Allah Quranda açıq şəkildə bildirir ki, ona şərik qoşanlardan başqa, bəndəsinin digər istədiyi günahlarını bağışlaya bilər. Nisa 48. Bəs bu tək istisna nədir? Şirk niyə məhz bu qədər ağır günah sayılır? Cavabı tapmaq üçün əvvəlcə Allah haqqında Quranda verilən məlumata nəzər salaq. Allah özünü bizə səmavi kitablar vasitəsilə tanıdır. Yeri göyü yaradan, keçmişimizi, bugünümüzü və gələcəyimizi bilən məhz odur. Gələcəyi bilən əlbəttə ki, insan üçün ən ədalətli qanunları da müəyyən edə bilər. Hətta hər hansı bir insan bugün atdığı addımın sabah hansı pis nəticələr doğuracağını əvvəlcədən bilsəydi, zərərli addımlar atmazdı. Elə buna görə də keçmişimizi, bugünümüzü və gələcəyimizi bilən Allah öz peyğəmbərləri vasitəsilə, yəni vəhiy yolu ilə bizim üçün qanunlar göndərmiş. Orada nəyin yaxşı, nəyin pis olduğunu, hansı addımların doğru, hansının yanlış olduğunu açıq şəkildə bildirmişdir. Maidə 8, İsra 23, Ənam 152, Maidə 32, Bəqərə 195, Nisa 10, Bəqərə 177, İsra 26, Furqan 67, İsra 31, 32, Zümər 3 və s. Bu qaydalar minillər boyu öz doğruluğunu təsdiqləmiş, cəmiyyətlərin inkişafı, rifahı və təhlükəsizliyi üçün əsas olmuşdur. Onlara əməl etməklə ədalətli və dürüst bir cəmiyyət qurmaq mümkündür. Bu sadəcə bir iddia deyil, keçmiş tarixin və müasir həyatın təsdiqlədiyi bir həqiqətdir. Şirk məhz bu ilahi qanunvericiliyi rədd etdiyinə görə, digər günahlardan fərqlənir və bağışlanmayan tək günah kimi göstərilir. Bəs Allaha şərik qoşmaq əslində nə deməkdir? Bu, Allaha məxsus sifət və səlahiyyətləri götürüb, uydurulan ilahlara, bütlərə, ideologiyalara və ya dünyəvi qüvvələrə aid etmək deməkdir. Tək Allaha iman gətirmək, onun kitabında nazil etdiyi vahid və ziddiyyətsiz qanun sisteminə tabe olmaq deməkdir. Şirk isə, tam əksinə, eyni anda bir-birinə zidd çoxlu ilahın və ideologiyanın hökmlərinə tabe olmaqdır. Bu mənada şirk sadəcə bir fərqli inanc deyil, qanunvericilik səlahiyyətinin yaradandan alınıb insanın özünə və ya onun uydurduğu bütlərə, ideologiyalara verilməsidir. Bəs Allaha şərik qoşanda həqiqətən nə baş verir? Əvvəlcə fərdi səviyyədə. İnsan mənəvi zülmətə sürüklənir. Həqiqi yaradandan uzaqlaşır və daxili bütövlüyünü itirir. Allahın kitabından uzaqlaşan insan, uydurduğu bütlər və ideologiyalar adına yeni qayda-qanunlar yaradır. Bu qaydalar isə cəmiyyəti tədricən məhvə aparır. Keçmişdə də, bugün də mənzərə dəyişməyib. İnsanlar bütlərin və ideologiyaların adından uydurulmuş qanunlara əsaslanaraq zülm və cinayətlər törədirlər. Bu mexanizm təkcə fərdlə məhdudlaşmır. Allaha şərik qoşan insan öz inancı ilə ətrafındakılara nümunə olur və yanlış yolu yayır. Beləliklə, fərdi şirk zaman keçdikcə ailəni, icmanı və nəhayət bütöv cəmiyyəti mənəvi degradasiyaya sürükləyir. Tarix bunu kifayət qədər açıq göstərir. Cahiliyyə dövründə bütlərə sitayiş qız uşaqlarının diri-diri bastırılmasına, qəbilə müharibələrinə və qul ticarətinin normallaşmasına zəmin yaratmışdı. Qədim Misirdə fironların özlərini ilah elan etməsi xalqı zülm altında saxlamağa haqq qazandırırdı. Keçmişdə bəzi qəbilələrdə isə insanlar bütlərə və ideologiyalara qurban verilirdi. Bu nümunələr eyni şeyi göstərir. Özünü ilahi sayan saxta hakimiyyətlər həmişə zülmü əsaslandırmaq üçün istifadə olunub. Bundan əlavə, bu çoxsaylı və bir-birinə zidd uydurma həqiqətlər qaçılmaz olaraq parçalanma və qarşı durma yaradır. Firqələrin yaranmasının əsas səbəbi də budur. Bunu təkcə İslam tarixində deyil, demək olar ki, bütün dinlərin tarixində görmək mümkündür. İnsanların firqələrə və məzhəblərə bölünməsi, vahid ilahi qanundan uzaqlaşıb, müxtəlif uydurma həqiqətlərə tabe qılmağın nəticəsidir. Bu üsyan müasir dövrdə də formasını dəyişərək davam edir. Şirk təkcə daşdan və ağacdan düzəldilmiş bütlərə sitayişlə məhdudlaşmır. Sərvətə, hakimiyyətə və ideologiyalara mütləq dəyər vermək, onları Allahın qanunlarından üstün tutmaq da onun müasir formalarıdır. Onun zərəri bir nəsillə məhdudlaşmır.
əsrlər boyu mənəvi dəyərləri aşındırır, insanları bir-birinə yadlaşdırır, cəmiyyəti parçalayır və sabitliyi mümkünsüz edir. Bu parçalanmadan isə tarix boyu həmişə kənar qüvvələr faydalanıb və bundan sonra da faydalanmağa çalışacaqlar. Çünki onlar insanların vahid və yekdil bir gücə çevrilməsini istəmirlər. Quran bunu əsrlər əvvəl xəbərdar etmişdir. Bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Ənfal 46. Ümmətin bugün zəif olmasının əsas səbəblərindən biri də Qurandan uzaqlaşmasıdır. Bu zəiflik isə məhz parçalanmış və öz daxilində çəkişən xalqları istədiyi istiqamətə yönəltmək istəyən kənar qüvvələrin işinə yarayır. Bəs bu dağıdıcı dövrəni necə qırmaq olar? Bu yol Peyğəmbərin dövründə olduğu kimi yenidən sırf Qurana qayıtmaqdır. Burada diqqət çəkən bir məqam var. Peyğəmbər vəhy gəlməzdən əvvəl də öz xalqının içində yaşayırdı. Onların dilini, adətlərini və qəbilə münasibətlərini yaxşı tanıyırdı. Lakin təkcə öz şəxsiyyəti ilə bir-birinə düşmən olan qəbilələri vahid bir ümmətə çevirə bilməzdi. Deməli, ərəb qəbilələrini birləşdirən şəxs deyil, məhz vəhy, Quran idi. Bu, vahid mənbədən gələn qanunun nə qədər böyük birləşdirici gücə malik olduğunun sübutudur. Quran ədalət, mərhəmət və bərabərlik prinsipləri ilə insana doğru yolu göstərən bir nurdur. Ondan uzaqlaşmaq isə yenidən zülmətə qayıtmaq, parçalanıb zəif düşmək və zəifliyi davam etdirmək deməkdir. Buna görə də hər bir insan öz mənəvi məsuliyyətini dərk etməli və Allahın Quranda nazil etdiyi qanunlara sadiq qalmalıdır. Yalnız bu yolla ədalətli, firavan və möhkəm bir gələcək qurmaq, ümmət arasında birlik əldə etmək mümkündür.